Her as Ilara Finch, the woman who never failed. They, onlar knew, tanıyırdılar, her, onu, as Elara Finch kimi. The woman, qadın, who, she, never failed, heç və orsula uğramadı. Azərbaycan dilindən ingilis dilinə fərqli olaraq, bildiyiniz kimi Azərbaycanda xəbəri sona qoyurlar və biz burada hərfi tərcümə edirik. Yəni bir-bir kəlmə-kəlmə ifadələrə baxırıq, çünki orada bəzən ifadələr olacaq, indi növbəti cümlələrdə görəcəyik. O ifadələri biz gərək tanıyaq, ona görə də adını təhlil qoymuşuq. Dəqiq tərcümə, onu heç və orsula uğramayan qadın Elara Finch kimi tanıyırdılar. Her calendar was a masterpiece of control. Her calendar, onun təqvimi, was idi, a masterpiece, bir şah əsəri of control, idarənin. Yəni onun təqvimi idarənin ya nəzarətin bir şah əsəri idi. Onu da qeyd edək ki, oflu birləşmələr ingiliscə tərs tərcümə olunur, a masterpiece of control, yəni şah əsəri, nəzarətin tərsinə tərcümə olunur. Azərbaycan dilində ingiliscə nəzarətin şah əsəri. Every hour accounted for. Every task executed with precision. Every hour, hər saat, accounted for, nəzərə alınmış, every task, hər tapşırıq, executed, icra olunmuşdur. With precision, yəni dəqiqliklə. Dəqiq tərcümə, hər saat nəzərə alınmış, hər tapşırıq dəqiqliklə yerinə yetirilmişdir. Burada maraqlı nöqtə every hour, hər saat, accounted for, nəzərə aldı, every task, hər tapşırıq, executed, icra etdi kimi tərcümə olunmalıdır əslində. Çünki əgər biz bunların mənasına baxsaq, birbaşa feildir. Amma burada bir nöqtə var, bu belə deyək, kitab dili bir ifadədə əslində orada gizlin bir avadan sonra was var, həmçinin every taskdən sonra was var. Every hour was accounted, icra olunmuş. Gördüyünüz kimi əvvəl biz onu elə tərcümə elədik. Çünki bu kitab dili bir ifadədir, yəni siz bunu gördüyünüz zaman C1, C2 səviyyəsində belə ifadələr çox görə bilərsiniz. Bunların tərcüməsi əslində gizlin was ilə ya were ilə məchul formada tərcümə edilməlidir. Əks halda siz bunu belə tərcümə eləməlisiniz. Every hour accounted for, hər saat nəzərə aldı ya da hər saat nəzərə alınmış. Ona görə dediyimiz kimi vurğuladığımız nöqtəyə diqqət edin.